Kanala xoş gəlmisiniz, əziz izləyicilər. Bugün soğan qabığının sağlamlıq faydaları və evdə istifadə üçün sadə bir resept ilə bağlı danışacağıq. Kanala hələ də abunə olmamısınızsa abunə olun və videolar barədə vaxtında xəbər tutmaq üçün bildirişləri açın. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Biz soğan yeyəndə adətən qabığını soyub atırıq. Bu isə səhvdir, çünki soğan qabığının sağlamlıq üçün bir çox faydası var. Soğanın xarici qabığında çox yüksək miqdarda antioksidantlar mövcuddur. Bu maddələr ümumi sağlamlığı dəstəkləyir və bədəni müxtəlif xəstəliklərdən qoruyur. Soğan qabığındakı maddələr bədənin özünü sağaltmaq qabiliyyətini artırır və hətta bəzi xərçəng növlərindən qoruyucu təsir göstərə bilər. Qabıqda həm də həll olan lif və flavonoidlər var. Bu maddələr dərinin elastikliyini qoruyur, insanı daha uzun müddət gənc saxlayır və sızanaqları, akneni təmizləməyə kömək edir. Resept. Sadəcə soğan qabıqlarını soyun və bir banka, şüşə qab içərisinə yığın. Üstünə soyuq bulaq suyu əlavə edin və bu qarışımı soyuducuda ən azı 12 saat saxlayın. Bu müddətdə faydalı maddələr suya keçəcək. Süzün, biraz bal əlavə edib, sağlamlıq üçün yatmazdan əvvəl için. Bu üsul soğandan daha çox fayda götürmək və qabıqları ziblə atmayıb dəyərləndirmək üçün əla yoldur. Kversetin adlı pigment, boyaq maddəsi əsasən soğan qabığında olur və sağlamlıq üçün çox faydalıdır. Bu maddə qanda sərbəst radikallarla mübarizə aparır və güclü iltihab əleyhinə təsirə malikdir. Bu antioksidant təsiri bədənin oksidləşmə stresini azaldır və damar tıxanması, ateroskleroz, qan dövranı problemləri, ürək xəstəlikləri, prostat vəzninin iltihabı, mədə xorası və podaqa oynaq iltihabı kimi xəstəliklərlə mübarizə aparmağa kömək edir. Bundan əlavə, insulinə qarşı həssaslığı zəif olan şəkərli diabet xəstələrinə də fayda verə bilər. Əgər katarakta, göz büllurunun bulanması və digər göz problemləriniz varsa, kversetin maddəsi gözlərdəki iltihabı azaldır və görmənin yaxşılaşmasına kömək edir. Bu maddə həmçinin allergiyalarla, məsələn, yaz allergiyası, saman qızdırması, dəridə səpgilər, kürtləmə və astma ilə də mübarizə aparmağa kömək edir. Əgər həzm problemləriniz varsa və bədəniniz çox turşudursa, bu çay mədə-bağırsaq sisteminizi alkalləşdirə və yoğun bağırsağı təmizləyə bilər. Əgər istəsəniz, soğan qabıqlarını dadlı şorba və ya buxarda bişirilən xörəklərə də əlavə edə bilərsiniz. Dinlədiyiniz üçün çox sağ olun, videonu bəyənin. Və daha çox sağlamlıq videoları üçün abunə olmağı unutmayın. Sizlərə can sağlığı, zənginlik və xoşbəxtlik arzulayıram.